Azərbaycan-Amerika qadınların Elevate forumu. Biz 3 aydır onun üzərində işləyirik. Əlbəttə biz böyük bir təşəkkürümüzü bildirmək istəyirik. Diaspora komitəsinin böyük bir dəstəyi oldu bu forumda və bizi eşitdilər, bizim layihəni təsdiqlədilər və mənim üçün AVA-nın prezidenti kimi bu əlbəttə böyük bir məna daşıyır və gələcəkdə biz mütləq istəyərdik ki, belə bir icmamızla birlikdə biz gözəl tədbirlər keçirdək. Bugün burada eyni zamanda, eyni gündə bu qədər mütəxəssis, bu qədər Amerika kimi uzaq bir ölkədə, başqa bir qitədə sözünü demiş mütəxəssis xanımlarımızın öz təcrübəsini və öz biliklərini bölüşməsi həqiqətən çox önəmlidir. Gələcək nəsil xanımlarımız üçün önəmlidir. Gələcək nəsil diasporanın yaranmasında belə forumların əhəmiyyəti əvəz olunmazdır. Bir gündə bu qədər xanımla bir arada olmaq, inanın ki, həqiqətən çox böyük bir şansdır bizim üçün və mən düşündüm ki, Kanadada yaşasam belə mütləq bundan istifadə edib burada iştirak etməliyəm. Mən çox şadam bugün bu tədbirdə iştirak eləməyə. Burada çox mükəmməl, çox uğurlu Azərbaycan qadınları ilə tanış oldum. Biz bir təcrübələrimizi bir-birimizlə paylaşdıq. Biz göstərdik ki, bizdə dil limiti ola bilər, başqa millətlərdən, burada yerli xalqdan biraz fərqli ola bilərik, amma bu əslində bizim gücümüzdür və biz bu gücümüzlə özümüzü göstərməliyik və burada mentor proqramı haqqında da açıqlandı və çox sevindirici haldır ki, artıq Amerikada biz qadınlar olaraq bir-birimizlə əlaqə yarada bilərik, bir-birimizdən öyrədə bilərik və mən çox sevinirəm ki, artıq Amerikada bizim belə bir təşkilatımız var və biz birlikdə güclü olaraq hərəkət edib və birlikdə öz liderliyimizi bütün Amerika ilə paylaşacağıq. Çox gözəl bir gündür, tarixi bir gündür. Azərbaycan qadınların gücü Amerikada birlikdə olmuşuq. Vaقعا tarixi bir gündür çünki tamam qadınlar bugün hardan gəliblər və haraya gedəcəklər prezent elədilər öz bilgilərini, öz istorilərini, yaşadığı o təcrübələrini. Mən də bir Azərbaycan qadını olaraq Amerikada həmişə istəmişəm Azərbaycan səsini duyduram və bir çörpü olan vaقعا Azərbaycan və Amerika vəsətində. Bir researcher olaraq, mühəqqiq olaraq çox fəalam, amma həmişə istəmişəm hünərimlə də bir səsim ola. Azərbaycanda da bir sərgi vermişəm ki, Qarabağın səsini duyduram və çox bir qürurlu bir gün idi mənə keçən il. İndi də burada bir dənə sərgiləmə gətirmişəm ki, istəmişəm qadınları təmsil eləyəm. Azərbaycan necə olur ki, qadınlar əl-ələ verib bu güclü səsi birləşdirib və nə tənə Azərbaycan, bəlkə dünyaya özümüzü tanıtdıraq. Yaşasın qadınlar, yaşasın Azərbaycan. Bu ilin Beynəlxalq Qadınlar Gününün mövzusu gain and give deməkdir. O həm nəyisə paylaş, nəyisə çoxalt özün üçün. O deməkdir ki, bir-birimizə dəstək vermək, bir-birimizə bir belə mülayim rəftar eləmək. Ona görə də bugünkü gün mənim üçün çox belə bir xoş və vacib gün oldu. Bugünkü
tədbir sadəcə yığınca kimi deyildi. Biz görürdük insanlar necə qulaq asırlar, necə əlaqələr qururlar və bu platform onlar üçündür. Biz yaratdıq böyük bir platform, harda liderlər, peşəkarlar, cavan peşəkarlar bir-birini tanıyırlar, bir-birləri ilə ideyalarını paylaşırlar və inşallah Azərbaycan-Amerika icması davam eləyəcək, daha möhkəm olacaq və biz də onlara kömək eləsək qürur duyarıq.